Və bu mənə çox pis təsir edirdi. Mən uşaqlıq yaşamadım. Lazımsız, sevimsiz böyümüşəm. Anam məni sevmədi. Anam hətta atamı belə istəmirdi ki, o məni sevsin. O deyirdi ki, o qızdır, onu sevmə, bu lazımsızdır. Və mən beləcə, bu həqiqətən çox möcüzəli bir şey olub. Mənim anam ümumiyyətlə mənə icazə vermirdi ki, mən hardasa gedib işləyə bilərəm. Yəni, harasa gedə bilərəm. Amma mən bir gün Allaha yalvardım ki, sadəcə olaraq İsa'nı tanımırdım, amma Allaha yalvardım ki, əgər bu səndəndirsə, anam mənə icazə versin, mən işləməyə gedim. O mənə icazə verdi və mən şəhərdə satıcı işinə başladım və orada bir oğlan mənimlə tanış oldu. Onun anası imanlı idi. Mənim yanıma gələndə, görüşə gələndə o əlində Bibliya gəlirdi və mən ona bir gün dedim ki, sən bu kitab nə kitabıdır? Sən bu kitabla gəzirsən. O mənə dedi ki, bilirsən. O mənə birbaşa dedi, bilirsən İsa kimdir? Mən ona dedim, bəli, İsa peyğəmbərdir. O dedi, İsa peyğəmbər deyil, İsa Allahın oğludur, İsa Allahın özüdür. O məni öz məbədinə apardı. Mən bilmirdim ki, mənim üçün dua olunur orada, mənim xilas olmağım üçün. Və mən oraya gedəndə hər kəs məni elə qarşılayırdı ki, sanki məni tanıyırlar. Yəni, mən bu dünyada elə bir sevgi görməmişdim. Və mən o gündən kilisəyə gəlməyə başladım və mən İsa'nı qəbul etdim və ona iman etdim. Artıq 15 ildir. Mən ən gözəl sevgini ondan gördüyüm üçün daima onda inkişaf eləmək istəmişəm. Onun üçün nələrsə etmək istəmişəm. Və hər zaman istəmişəm ki, o məni dəyişsin, o mənim görmək istədiyi kimi görsün. Və İsa mənim üçün hər bir şey olub. Və mən ona qədər də çox suallar vermişdim bir çoxlarına ki, mən xilas olacağam, yəni mən cənnətə gedəcəm və mən bu qədər Allah üçün nəsə edirəmsə, mən cənnətə gedə biləcəm ya yox. Amma bu suala mənə heç kim cavab vermirdi. Bu sualın cavabını yalnız İsa'da görmüşəm və o sevgini mənə İsa verib. İlk növbədə o məni sevdi, məni bütün günahlarımla, bütün yanlışlarımla məni qəbul elədi. Ən çətin vaxtlarımda mənim yanımda olur, mənə düzgün qərarlar verməyə kömək edir, məni tərbiyələndirir. O mənə maddi yardımçıdır. O məni istədiyim vaxt, mənim gözləntim başqa olsa da, o məni daha çox gözəl gəzdirir, giyindirir. O məni öz doğma atam kimi, məni bir prinsesa kimi məni böyüdür.